2018-ci ilə məxsus Audi Q5 Premium Plus komplektasiya. Avtomobillərimiz Meyvəli Gömrük terminalında hər biri təhvil verilmək üzrədir. Və bu Audi markasına gəldikdə isə bir çox şirkət tərəfindən hələ də ithal olunmayan bir markadır. Ehtiyat hissələri avtomobilimizin daxilindədir. Minimal zədə ilə əldə olunub. Premium Plus komplektasiya panoramik lüklə təchiz olunub. Gözəl bir vəziyyətdədir avtomobil. Arxa hissədən demək olar ki, zədəsi yoxdur. Yalnız yan bu hissədən zədəsi var. Tam işləy vəziyyətdə. Problemsiz işə düşür avtomobilimiz. Sürətlər panelinə baxsaq, heç bir xətanın yanmadığını görə bilərik. Bu malfunctionun səbəbi isə avtomobilin ehtiyat hissələrinin bəzilərinin söküntülü olmasıdır və tam olaraq da hamısı daxilindədir. Xeyirli olsun.